Qaynaq saça dip boyası eləmək olar, ümumi rəngi tündləşdirmək olar, amma ümumi rəng dəyişimi, yəni açıcıdan istifadə eləmək olmaz. Çünki biri ölü saçdır, biri diri saçdır. Yəni onlara müxtəlif açıcılardan istifadə olunmağı gərəkdiyi üçün olmaz. Qeyri-əyləyimiz saç almırıq, gördüyünüz kimi hamısını alıb özümüz rəngləyirik. Saç qaynağı ağrı verirsə, mən həmişə deyirəm, çıxardın o qaynağı. Çünki baş stresə düşür və onun nəticəsindədir ki, bundan qabaq deyirdilər ki, həmişə qaynaq saçları tökür, düzgün yığılmadığı da tökür. Qara rəng müxtəlif olduğuna görə kimsə qara xınalardan istifadə edir, kimsə mass marketlərdən hər dəfə müxtəlif kraskalar aldıqlarına görə onlar hərəsi müxtəlif etaplarla başqa-başqa tutur. Ona görə də biz ilk növbədə çağırırıq, ona prob qoyuruq, baxırıq. Ola bilər bir dəfəyə açılar, iki dəfəyə açılar, amma qaradan əsla bir dəfəyə sarıya keçmək olmaz. Hamı bilir ki, mən keratinin əleyhinəyəm. Bu barədə bizim məşhur videolarımız var. Birincisi, bir keratindən istifadə edən Global keratindən. Əgər saçlarınızı saraltmayacaqsınızsa, bundan sonraki illərdə, onda saçlarınızı keratin düzləşmə eləyə bilərsiniz. Amma baxır hansı. Belə də ki, vızdığı öldürmək üçün kremlərdən, yağlardan istifadə olunmalıdır ki, dərimiz kimi saç da quruduqca vızdaşır.